Salam dəyərli izləyicilər. Bir maraqlı tənliyin həllini sizinlə bölüşmək istədim. Tənlik burada görünür. Mötərizədə x üstəgəl kök altında x kvadrat üstəgəl 1 mötərizə bağlanır, vur. Yenə mötərizədə y üstəgəl kök altında y kvadrat üstəgəl 1 mötərizə bağlanır, bərabərdir 1 tənliyindən x üstəgəl y cəmini tapın. Tənliyi həll etmək üçün tənlik üzərində müəyyən çevirmələr aparaq. Hər tərəfi ikinci vuruğa bölək. Onda alarıq ki, x üstəgəl kök altında x kvadrat üstəgəl 1 bərabərdir 1 böl y üstəgəl kök altında y kvadrat üstəgəl 1-ə. Bərabərliyin sağ tərəfində iştirak edən ifadənin məxrəcini irrasionallıqdan azad edək. Bunun üçün kəsirin surət və məxrəcin qoşmasına vuraq. Onda alarıq ki, x üstəgəl kök altında x kvadratı üstəgəl 1 aydındır ki, y üstəgəl kök altında y kvadrat üstəgəl 1-in qoşması y çıx kök altında y kvadrat üstəgəl 1 ifadəsidir. Bu kəsirin surət və məxrəcini bu ifadəyə vurduqda alarıq ki, surətdə y çıx kök altında y kvadrat üstəgəl 1, məxrəcdə isə -1. Tənasübün xassəsindən istifadə edib və yaxud da tənliyin hər tərəfini -1-ə vursaq, alarıq ki, -x çıx kök altında x kvadrat üstəgəl 1 bərabərdir y çıx kök altında y kvadrat üstəgəl 1-ə. X və y bərabərliyin bir tərəfinə, kök altıları bir tərəfinə keçirsək, onda alarıq ki, x üstəgəl y bərabərdir kök altında y kvadrat üstəgəl 1 çıx kök altında x kvadrat üstəgəl 1. Bu ifadəni hələlik yadda saxlayaq və indi isə verilmiş tənliyin hər tərəfini birinci toplanana bölək. Onda alarıq ki, y üstəgəl kök altında y kvadrat üstəgəl 1 bərabərdir 1 böl x üstəgəl kök altında x kvadrat üstəgəl 1-ə. Yenə tənliyin sağ tərəfini məxrəcin qoşmasına vurub bölək. Yəni, kəsirin məxrəcini irrasionallıqdan azad edək. O zaman alarıq ki, y üstəgəl kök altında y kvadrat üstəgəl 1 bərabərdir. Surətdə x çıx kök altında x kvadrat üstəgəl 1, hansı ki, bu surətdəki ifadə məxrəcin qoşmasıdır. Məxrəcdə isə -1. Yenə tənasübün xassəsindən istifadə etsək, alarıq ki, -y çıx kök altında y kvadrat üstəgəl 1 bərabərdir x çıx kök altında x kvadrat üstəgəl 1-ə. Yenə x və y toplananlarını bərabərliyin bir tərəfinə, kök altı ifadələri isə bir tərəfində yazsaq, alarıq ki, x üstəgəl y bərabərdir kök altında x kvadrat üstəgəl 1 çıx kök altında y kvadrat üstəgəl 1. Aldığımız sonuncu tənliklə birinci aldığımız bu tənliyi birlikdə həll edək. Onda bu tənlikləri mən yenidən aşağıdan yazıram. Alarıq ki, x üstəgəl y bərabərdir kök altında y kvadrat üstəgəl 1 çıx kök altında x kvadrat üstəgəl 1. İkinci tənliyi yazıram. X üstəgəl y bərabərdir kök altında x kvadrat üstəgəl 1 çıx kök altında y kvadrat üstəgəl 1. Bu tənlikləri birgə həll etsək, yəni tənliklər sistemində bunu həll etsək, alarıq ki, tərəf-tərəfə tənlikləri topladıqdan sonra x üstəgəl y vur 2, yəni 2x üstəgəl 2y-dən 2-ni ortaq vuruq çıxardım, bərabərdir 0-a. Buradan da alarıq ki, x üstəgəl y bərabərdir 0-a. Deməli, x üstəgəl y cəmi 0-a bərabər oldu. Biz burada x üstəgəl y cəmini tapmaq üçün x və y-i ayrı-ayrılıqda tapmadıq. Bunları ayrı-ayrılıqda tapmaq bir qədər çətindir. Bəlkə də bəzi hallarda mümkün olmur. Daha çox hallarda mümkün olmur. Sadəcə bu ifadələrin
cəmini, yəni x və y-in cəmini asanlıqla bu şəkildə tapa bildik. Cavab x + y bərabərdir 0-a.